Hoş gördük değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Değerli izləyicilərimiz, Alman stilli bir evin təqdimatına gəlmişik. 2 mərtəbə, super Euro remont, şəxsi yaşayışlı bir ev və tam əşyalarından bərabər. Evimiz yerləşir Sabunçu rayonu Ramana Sütçülük qəsəbəsi. 163 nömrəli Bakımız marşrut dayanacağının cəmi maksimum 50 metrliyində. 3 sot torpaqda həyatımızda belə bir yay çardağımız deyək. Söhbətkar. Yuxarıda nəsə bir mangal kimi, nəsə bir teras bir şey var. Evimiz yerdən də köçüldü değerli izləyicilər. Balkon sistemlidir, həm birinci mərtəbədə, həm ikinci mərtəbədə. Balkonumuz var, istiri sistemimiz, kombidir, həm də bütün domofon sisteminə qədər, kamera nəzarət sisteminə qədər mövcuddur. Değerli izləyicilər, birinci mərtəbədə bizim sol tərəfdə bir geniş zalımızdır. Gəlişimizin sağında. Sənin sağın, mənim solum. Gördüğünüz əşyalar hər biri qalır. Elektronik də qalır, düzdür. Hər gözlə nə görsən qalır. Hər dəqiqə də qalır. Hər bir şey qalır. Gözəl. O saat da qalır. Hər şey qalır. Super, çox gözəl idi. Zövqlə tikilib təmir olunur. Əşyalar da çox zövqlüdür. Demək olar ki, heç bir köhnə bir şey yoxdur. Birinci mərtəbədə bizim belə bir gözəl mətbəximizdir. Super mətbəximizdir. Burada bizim belə bir birinci mərtəbədə otağımızdır. Və həm birinci mərtəbə, həm ikinci mərtəbədə hamam sanitar qoşağı mövcuddur. Duş kabinasına qədər var. Burada belə bir banka balon qoymaq üçün pləkanın altında yeridir. Burada bizim hamam sanitar qoşağı, hamam sanitar qoşağı döşəməsi istif oldu. Burada da çamaşırxanadır. Evimizin dörd bir tərəfi qoşa başlı. Yerdən kürsülü, 2 mərtəbə mağaza tipli. Və pləkan parketlə yığılıb. Süper evli, Rüyasan evli. Allah tala falan arasından da xeyir versin. Ay maşallah. Hündürlüyə bax evi. Doğrudan geçen bir ev. Remontuna, bu evi aldım, bu eve bir qəpik pul vermediniz. Əlin cibində 166 yıldan gələn şəxsi əşyalar verəcək yaşıyor. Burada bizim belə bir yataq otağımızdır. Həmən yataq otağının içində də hamam sanitar qoşağıdır. Hamam sanitar qoşağı istipolla təsis olunub, kollektorları var. Və bir ilə işin arası mandalit betondur. İki tane yataq otağı. Buranın ikinci mərtəbənin holu və vəzifələri var. Hündürlüyə baxın. Çox süperdir. Qapıdan sonra gör nə qədər. Burada olmamış yuxarı olmalı. Səbət kranı. Hə, səbət kranı. Bir də balkonumuz. İkinci mərtəbənin geçən belə bir çeyrək balkonu. Burada da otursan geçən samovar qoysan, sahibisisən. Qiymətimiz cəmi 149 min manat. Ən əsas məsələ müştərilərimizin ən çox maraqlandığı sual. Sənədi nədir? Sənədi bələdiyyə sənədidir, yəni qutsa deyil. Qeydiyyat düşmək olur. Qeydiyyata düşmək olur dəyərimizdə. Bütün kanunları var. Ümumiyyətlə Ramanada hər 100 evdən birində qutsa olur. Qutsa olanda biz ora yekə plakatını yapışdırırıq ki, yəni evimiz qutsa olur. Ayağımız dondu gəl. Sənədimiz bələdiyyadır. 149 mindən də real azlarımız gəlsin, endirim olacaq. Başqa nə deyim? Nömrəli Ev var. haqqında sizə çox söz demiyorlar, biz vaxt gedir. Sizdə saç deyirləriniz varsa deyin bizə. Hə. Bir həftənin sizə sataq. Dost da deyirlər, deməsən də deyirlər. Aha, yaxşı. Sən şişlərimiz ödəşsizdir.